Və bir adam əlinin yolundadırsa, indiyə qədər məsxərə olunmayıbsa, indiyə qədər söz atılmayıbsa ona, o özünə baxsın ki, mən nəyi düz eləməmişəm ki, bunların hədəfinə gəlib çıxmamışam mən. Yəni, mühüm məsələlərdən biri budur, haqq yolda olmağın meyarıdır ki, indiyə qədər düz yolda olduğuma görə məsxərə olunmuşam, istehza edilmişəm, ələ salınmışam, bunu Quran və hədislər bəyan edir. Deməli, zəifliyim var ki, mən lazımi şəkildə təmsil eləyə bilməmişəm getdiyim yolu. Peyğəmbərin özünə nə qədər əziyyət verdilər əleyhissalamı sevdiyinə görə. Peyğəmbər özü bir yerdə bəyan edir ki, mən sizin aranızda qərib oldum Əliyə görə, Əliyə olan sevgimə görə. Əleyhissalamda belə bir xüsusiyyət var ki, insanın içində nə varsa özə çıxardır. Onun vücudunun xasiyyətidir bu. Əleyhissalamda şiddətli cazibə ilə yanaşı şiddətli dafiyə var. Əleyhissalam düşmən yaradır, dost yaratmaqla yanaşı. Əleyhissalamda bir xüsusiyyət var ki, səbəbsiz bəzi adamları qıcıqlandırır. Ona Allah elə bir ucalıq verib ki, ucalıq müqabilində bir adamı uca bir şeylə qarşılaşdıranda, əgər təkəbbürlüdürsə, dərhal içi qaynayacaq. Əlini Allah bunun üçün qərar verir. Əliyir insanları. Kimin içində nə var üzə çıxardır? Bu əlinin xüsusiyyətidir, özündən asıl deyil. Ona görə ona qarşı səbəbsiz kim var idi? Mən bunu sizə keçmişdə də demişəm. Məscidə daxil olurdu namaz qılmağa. Peyğəmbər dayanıb, cəmaat düzülüb namaza. Əleyhissalam özünə yer axtaranda çiyinlərin bir-birinlə birləşdirirlər ki, yanlarında oturmasın. Özü bir dəfə göz yaşı ilə gəldi ki, ya Rasulallah, məscidin həyatında dövrə vurub danışırlar, söhbət edirlər. Kimə yaxınlaşıram, sözünü kəsir, belə acıqlı sifətlə ki, yəni çıx get demən söz. Sən burada nə işin var? Belə bir vəziyyət idi. Halbuki öz davranışı ilə buna əsas verməmişdi. O özünə qarşı şiddətli sevgi yaradandı ki, cəmaat onun yolunda canından keçib və eyni zamanda şiddətli nifrət yaradan bir şəxsiyyətdir. Bu Əlinin zati xüsusiyyətidir. Bu Allahın verdiyi, bütün övliyalarda bu var. Əleyhissalam bu barədə məsələnin fövqündədir. Peyğəmbərə bağlılığın meyarı əleyhissalamdır və Peyğəmbər məsxərə olunub ona münasibətinə görə. İlk dəfə cəmaatı toplayanda, dinə dəvət eləyəndə dedi, kim dinimi dəvət qəbul eləsə, o mənim canişinimdir. Əleyhissalam duranda ayağa hamısı başladılar gülməyə, ələ salmağa. Əliyə görə ilk dəfə Peyğəmbər məsxərə olundu.